O 12 dəqiqəyə bəlkə də yalan olmasın 2222 dəfə əlimi göyə qaldırıb Allaha yalvarmışam ki, dua eləmişəm ki, ay Allah sənin qurbanım, Qarabağ qol vursun. Qarabağ vurdu həmin qolu. O qolları çətin də olsa Qarabağ qələbə qazanıb növbəti mərhələyə yüksəldi. Konferans liqasının play-off mərhələsinə. Növbəti rəqib də ki Twente'dir. Dinamo Kiyev. İndi get oyna Ukrayna çempionatında. Epizodlara da bax, qollara da. Abdullah Zubir. Zubir'in önünde Braşko. Abdullah sağa çekir, sola çekir, sola çekip ötürdü cərimə meydançasına Matteo Silva. Daha bir zərbə. Gol! Pedro Bicalho daha bir ara ötürməsi. Cali Muəccib də yaxşı oynadı. Elvin Cəfərquliyev Kaşuk. Vyacheslav Surkis yerindədir. Bu arada Dinamo Kiyev'in bu hücumunu izləyək. Müdafiədə həddən artıq diqqətli olmaq tələb olunur və Martin Zlomyesnic ilk dəfə onu iş başında gördük. Bu arada Dinamo Kiyev'in hücumu Martin Zlomyesnic Braşko'nun fərqləməsinə imkan vermədi. Bir andaca Qarabağın müdafiəsində kobud xəta, kobud səhv. Braşko bu səhvi bağışladı. Amma növbəti dəfə ola bilsin ki bağışlamasınlar. Dinamo Kiyev'in hücumu dikkatli olaq, top kapıdan keçdi ama offside, oyundan kənar vəziyyət. Bəli, Elvin Cəfərquliyev sola meyləndi, yerlə ötürmə və gol! Aleksey Kaşuk 2-0! Değerli izleyiciler, bildiğiniz kimi Güzel balamızı bir neçə aydır ulserativ kolit xəstəliyinə müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.